Ben çok nikbinem ve çok inanıram. Eminim ki biz Azerbaycan için olan bu ağır problemi, ağır meseleni halledeceğiz. Halledeceğiz. İşgal olmuş torpaklar azad olunacaktır. İnsanlar öz doğma torpaklarına kaydacaklar. Bu torpaklarda viran olmuş, dağıtılmış şehirler, kentler, evler, insan yaşayışı için lazım olan her bir şey berpa olunacaktır. Zafer günü bizim bayrağımızdır. Bu zafer bayramıdır. Bu reşadet bayramıdır. Bu adalet bayramıdır. Bu milli gurur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Bu qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan silahlı qüvvələrinə, Qarabağ Azərbaycandır.